Çox dadlıdır. Hər kəsə salam. Marketdə Nesquik'in çiyələsini gördüm. İlk dəfə gördüm və düşündüm ki, bundan nə hazırlaya bilərik? Gəlin birlikdə baxaq. Bu çəhrayı deyil axı. Bunu qaymaqla qarışdıracağam. Çəhrayılaşdı. Və başlayıram çırpmağa. Qol gücünə güvənmədiyim üçün davamını blenderlayıram. Və nəhayətində belə çəm-çəhrayı bir krem əldə edirəm. Və belə yumru xlepsləri biraz südlə isladacağam. Bir ədəd xlepsini südə batırırıq və biraz yumşalmağını gözləyirik. Daha sonra bu yumşaq xlepsini, çəhrayı qəşəng kremi bunun üzərinə yaxacağam. Digər xlepslərlə də eyni addımları davam edirəm. Moruqları da üzərinə düzəndən sonra belə qəşəng, çox şirin bir görüntü ortaya çıxır. Bunu 3-4 saat soyucuda saxlayırıq. Daha sonra dadına birlikdə baxaq. Çox dadlıdır.